Verilişin baş sponsoru Hacı Ceylon Çayları. Mədəniyyət keçmişə hörmətdir, mədəniyyət bugünə məsuliyyətdir, mədəniyyət gələcəyə əmanətdir. Mədəniyyət ruhumuzdur, mədəniyyət varlığımızdır, mədəniyyət körpüdür, mədəniyyət keçmişdən gələcəyə ən ali bir bənddir və ən ali bir zəncirdir və ən ali bir mükəmməlçilikdir. Mədəniyyət insanı insan edən, insanı ali varlıq edən, mədəniyyət bir ölkəni var edən, bir-birinə bağ edən ən dəyərli məfhumdur. Bugün biz mədəniyyətdən, bugün biz mədəni ruhu ali zirvəyə çatdıran, elmi platformada təhlil ixtiyarına verən çox dəyərli bir alimimizdən, çox dəyərli bir professorumuzdan, çox dəyərli bir insandan danışırıq. O insanın özünün ruhuna qonağıq və bugün Fuad Məmmədov bizim Xəzərin sahilində qonaqdır. Fuad Məmmədov bizim ustadımız. Fuad Məmmədov ruhumuzun zərgəri. Belə də demək olar. Fuad Məmmədov, mən istərdim ki, Fuad müəllim, bax sizin bu belə bir məqamda sizin titullarınızı, düzdür, Fuad müəllim söylədi ki, mənim çoxdur titullarım, bunları sadalamağa ehtiyac yoxdur. Amma hesab edirəm ki, sizi yenidən gənclərimiz üçün, sizi yenidən bizi izləyənlər üçün bir daha tanıtmaq məqamıdır. Həm də Fuad müəllim, biz danışacağıq irəliləyən dəqiqələrdə sizin yaşınızın, sizin xarizmanızın, sizin duruşunuzun sizə bəxş etdiyi daha yeni bir mərhələlər var, məqamlar var. Fuad müəllim kulturologdur, tarix elmləri doktorudur, Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur. O cümlədən 7 beynəlxalq akademiyanın akademikidir, həqiqi üzvdür. Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dəstək Agentliyinin Müşahidə Şurasının sədridir, Simur Kulturoloji jurnalının yaradıcısıdır, baş redaktorudur. Fuad müəllim başdan ayağa mədəniyyətdir. Fuad müəllim başdan ayağa kulturologiya elminin, müasir kulturologiya elminin banisidir deyə bilirik. Fuad müəllim, xoş gəlmisiniz. Çox sağ olun əzizim, minnətdaram verdiyiniz qiymətə görə, xoş sözlərinizə görə. Siz o qədər gözəl danışırsınız ki, özü də qəlbdən danışırsınız, sevərəkdən danışırsınız. Onun özü də sizin yüksək mədəniyyətli insan olmağınızın gözəl bir göstəricisidir ki, adam doğrudan sizlə ünsiyyətdə olmaqdan ləzzət alır. Çox təşəkkür edirəm. Fuad müəllim, onu sizdən eşitmək həqiqətən böyük şərəfdir, qiymətdir. Biz artıq uzun illərdir bir-birimizi tanıyırıq və biz bu cəmiyyətin, ictimai, sosial həyatın bağında, bu bərabərliyində hər zaman bir yol gəldik. Bilirsiniz, bu yolda uğurlarımız oldu, bu yolda bir-birimizin ən lazımlı zamanında, ən mükəmməl zamanında bir-birimizlə bərabər olduq. Və Fuad müəllim, Xəzərin sahilindəyik, Xəzər dənizi, Xəzərin ruhu, Xəzərin ab-ı havası. Bilirsiniz, Bakı insanı, Xəzər adamı bu başqa cür ola bilməz. O ancaq mədəni meyarlar düşünə bilər, o ancaq hesab edirəm ki, gözəlliklər düşünə bilər, düzdürmü? Eşq olsun. Biz sizlə 10 il bundan qabaq görüşmüşük. Gör, zaman, vaxt nə tez gedir, gəlir. Papağımızı belə elədik, 10 il. 10 il bundan qabaq mən bura gəlmişdim. Vaxt necə uçur? Fuad müəllim, vaxt uçur, zaman, insan, məqam. Yəni, bax, biz bu zamanın gedişatında, zamanın içərisində necə edə bilərik ki, özümüz dəyişməz olaraq qalıb, amma daha ali mərhələlərə qalxa bilək, deformasiyaya uğramayaq. Nə etmək lazımdır onun üçün? Bilirsiniz, Fəxriyə xanım, siz bilirsiniz mənim mövqeyimi. Mən bu 36 ildir ki, mədəniyyət haqqında elm olan kulturologiya ilə
çox ciddi, dərindən məşğulam. Bütün enerjimi, vaxtımı demək olar ki, buna verirəm. Mənim 300-dən artıq əsərim var. Onların düzdür bir qismi elm tarixindandır. Amma əksəriyyəti kulturologiyadan. İlk mənim monoqrafiyam 2002-ci ildə çıxdı. Kulturologiya, nəzəriyyə və tarix. O vaxtdan mənim hardasa 20 kitabım, monoqrafiyam nəşr olunub və onların ən yenisini keçən il nəşr olunmuş yüksək mədəniyyətli insanı sizə gətirmişəm. Ümidvaram ki, sizə maraqlı olar, xeyirli olar, mənim üçün də o sevinc olar. İş orasındadır ki, bizdə təəssüf ki, çox adam hələ mədəniyyət nə olduğunu düzgün başa düşmür. Əsasən mədəniyyət deyəndə çox dar mənada başa düşülür. İqtisadiyyatın üstündə üst qurum, ədəbiyyat, incəsənət, mədəni irs, davranış qaydaları, ədəb-ərkan, mənənə və ilaxır. Bəli, bunlar hamısı mədəniyyətdir, hamısı. Və çox vacib hissəsidir. Çünki bunlarsız necə insan formalaşsın? İnsanın milli kimliyi, mənəviyyatı, ləyaqəti, o ədəbiyyatsız, incəsənətsiz, yəni ki, tərbiyə ilə insan ayaq üstə durur. Amma bu yalnız mədəniyyətin bir qoludur. Mən tələbələrimə sual verəndə ki, bax, mədəni insan necə olur? Cürbəcür cavablar verirlər. Mən deyirəm, yadda saxlayın ki, mədəniyyət əslində ən gözəl dərk olunması üçün onu iki qanadlı simurq quşu kimi özünüzə təsəvvür edin. Simurq quşu bizim tariximizdə, mədəniyyətimizdə, mifologiyamızda ən dəyərli, ən vacib bir anlayışdır. Simurq quşu qədim Azərbaycan mifologiyasına görə müqəddəs səmadan ya da ki, müqəddəs dağdan yer üzünə həyat ağacının şitilin gətirmiş bir quşdur. Sonra da o həyat ağacının simvoluna çevrilib, o həyat ağacının aşağısında oturub və böyük qartala bənzər quşdur da, öz böyük qanadları ilə bütün dünyaya toxumlar yayıb. Nə toxumları? Həyat və mənəviyyat. Yəni ki, bunların hamısı elə gəlir çıxır mədəniyyətə. Çünki əslində mədəniyyət mən saydıqlarımdan başqa çox geniş bir sahədir, bunları da əhatə edir. Mədəniyyət demək olar ki, ikinci süni təbiətdir ki, insanın ağlı, qəlbi və əməyi nəticəsində yaranıb. Bura elm, təhsil, maarif, iqtisadiyyat, təbabət, hüquq, təşkil etmə, idarə etmə, həyat tərzi həyatı təmin etmə sistemi, ədəbiyyat, incəsənət, din, hər şey. Siz təsəvvürünüzə götürürüz ki, mədəniyyət əslində bilikdir, xeyirdir, əməkdir, inkişafdır və rifahdır. Cəhalət isə şərdir, yoxsulluqdur və acizlikdir. Ona görə mən uşaqları deyəndə ki, mədəni, mənəvi keyfiyyətlər, bax sayıram, məhəbbətdir, dostluqdur, alicənablıqdır, mərdlikdir, mərhəmətdir, mərifətdir, nəzakətdir, ədalətdir, həqiqətdir, vətənpərvərlik, inam. Bunları sayıram, deyirəm, belə bir insan, bu cürə gözəl keyfiyyətləri olan mədənidir yoxsa yox? Deyirlər, bəli müəllim, əlbəttə, deyirəm, hələ yox, o mənəvidir. Belə bir gözəl insanın əqli mədəniyyəti inkişaf etmədiyi bir zamanda o acizdir, o mürəkkəb problemləri həll edə bilmir, o düzgün cavab tapa bilmir, düzgün izah edə bilmir, düzgün təfəkkürü olmur. Mütləq ikinci qanad lazımdır. Bu qanadın əsası tərbiyədirsə, ikinci qanad intellektual mədəniyyətdir. Onun əsasında mədəniyyətin aparıcı flaqmanları olan elm, təhsil və maarifdir. Bunu müsəlmanların çoxsu bilmir və yaxud başa düşmür.
aparıcı flaqmanlar bunlar olmasa, intellektual mədəniyyət olmasa, insan heyvandan nə ilə fərqlənir? Elə siz məni qabaqladınız, çox gözəl bir təsnifat verdiniz. Savadlı insan və savadsız insan. Savadsız insan, yəni heç bir yerdə təhsil almayıb, deyək ki, bir əyalətdə yaşayır və o yazma pozması yoxdur. O insan mədəni insan sayıla bilir? Xeyr, o mənəvi insandır. Ola bilər gözəl keyfiyyətləri var. Gözəl siz dediyiniz keyfiyyətləri var, sevgisi var, məhəbbəti var. Bəli, onun intellektual mədəniyyəti yoxdursa, o mədəni deyil, o mənəvi insandır. Siz fikirləşin, eyni zamanda necə ki bu mənəvi insanın intellektual səviyyəsi yoxdursa, o hələ mədəni deyil, o mənəvidir. Elə də o intellektual səviyyəsi yüksək səviyyədə olan, əgər onun insanlığı yoxdur, vicdanı yoxdur, mərhəməti yoxdur, dürüstlüyü yoxdur, vicdanı, nə bilim, insansevərliyi, vətənpərvərliyi, biz ona necə mədəni deyək, görün dünyada necə böhranlar gedir, görün nələr eləyirlər, ağla sığmaz cinayətləri, kim eləyir bunları? Savadı olan, biliyi olan, gücü olan, bacarığı, lakin insani keyfiyyətləri olmayan, vicdanı olmayan, ona görə mədəniyyət mütləq belə bir insanın, məsələn, belə bir insana da biz mədəni deyə bilmərik. O sivilizasiyalıdır. Amma sivilizasiya çərçivəsində Fəxriyə xanım, həm mədəniyyət var, yaradıcı, müsbət, gözəl, progressiv bir proses kimi, onun nəticələri, onun cürbəcürdə həyatda öz əks olunan nəticələri eyni zamanda anti-mədəniyyət var sivilizasiya çərçivəsində. O dediyim vicdanı olmayan, insansevərliyi olmayan, nə bilim, məhəbbəti olmayan, insan insanlara məhəbbət göstərməlidir həmişə. İnsan insanları sevməlidir. Başqa cür olmaz, zalımlıqla olmaz. Zalımlıqla dünya nə günə qalar? Ona görə mədəniyyət bu iki qanadın qovşağıdır. Mənəvi mədəniyyət bir yandan, intellektual mədəniyyət digər tərəfdən. Bunlar gərək tərazlaşdırılmış, harmonik şəkildə inkişaf eləyə ki, o quş düzgün təfəkkürü ola, düzgün məqsədini seçə, düzgün o məqsədə doğru uça və ona nail ola. Aydın səmada ola. Bəli, yoxsa o çapalayacaq, qalxacaq, düşəcək, uça bilməyəcək. Bunların qovşağı mütləqdir. Və mən sizə onu da deyim ki, əslində Fəxriyə xanım, siz mədəniyyətdən çox gözəl danışdınız, başladınız. Mədəniyyət insanın ən böyük dövləti, varlığı, dəyəridir. Əslində bu millətin də, insanın da, nətər deyim sizə, belə ən böyük varlığıdır. İnsan görürsünüz ki, var dövləti də itirə bilər, vəzifəni də itirə bilər, hakimiyyəti də çox şey itirə bilər. Sivilizasiyalar belə dağılır. Amma mədəniyyət, əqli və mənəvi mədəniyyətin qovşağı ki, sizdə var, onu sizin əlinizdən heç kim ala bilməz. Çox gözəl bir məqamat oxunduq, amma işarə edirlər ki, reklamların zamanıdır. Reklamlardan sonra bu sualın davamını, bu sualın cavabını mən sizdən alacağım ki, mədəniyyət bir alın yazısıdır, taledir, xarakterdir, yoxsa sonradan formalaşan və formalaşdırılan bir səbəbdir? Çox gözəl. Bax, bunun cavabını reklamlardan sonra alacağım. Və siz çaydan için, bu çayımız bizim, Fuad müəllim. Mən bilirəm ki, siz çay sevirsiniz. Və Fuad müəllim çox gözəl otlardan çay dəmləyir. Eləmi? Və Fuad müəllim, bu çay Hacı Seylon çaylardır. Bizim tərəfdaşımızdır. Çox gözəl. Bizim əməkdaşlarımızdır. Və onlar da milli, mənəvi dəyərlərə yetərincə qiymət verirlər. Bəli, bəli. Ağız dadımız keyfiyyətli Hacı Seylon çaylarıdır. Qısa bir aradan sonra biz buradayıq. Bizi Rayalda müşayiət edir Şəhla xanım, Şəhla Cəlilova. Şəhla Cəlilovanın şirmaya barmaqlarından gözəl musiqi ahəngi ilə Xəzərin sahilindəyik. Ayrılmayın heç ara. Çok kısa zamandan sonra buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları.